Düzdane. Bak. Bu da bizim. Bak hələ təzə çıxıb qızlar. Bu uzanır uzun. Şüydün onu əvsi. eləyir. Hə, elə bizdə də var. Təzə çıxırlar. Hələ ki o köhnə kollarının dibindən təzə çıxır. Mən də köhnə kollarını qırdım o günü, təmizlədim. Mən də sətmişəm, ucu yer düzəlib çıxır mən. Onu ağac Ya, kimi xoşum qoyub gəlir. belə ortaya. Ağac kimi. Ağac kimi qalxır. Bunu Hə. göstərirəm hamıya. Bax bu Ağdamda boyanalı aş ən çox məşhur olan aşdır. Bax belə dəmlənir. Aşı Dəmləyəcəm süzməyə bunu, yaxın. Bircə dəqiqə Dəmləyəcəm, elmirəm. təbii. Aşı süzməyə yaxın. Qəşəng boyananı içinə atırsınız, süzürsünüz və 1-3-4 dənə də belə üstünə səpirsiniz, yağını qoyursunuz, altında da çolpası. Bu arada unutduğum bir şey var, qoy onu da eləyim. Sırf əsl Ağdamlıların, belə çolpaya dəyməsin, 3 dənə bəsdir. Əsl Ağdamlıların bişirdiyi burada bir dənə taktika var. Onu da sizə göstərirəm. Alçamı? O taktikanı nə qoyarsan oraya? Yavalıdan alçadan. Çox istəmirəm, 2 dənə olsa Görək bəs. nə qoyur. Baxın səs eləməyin. Bunu burada danışa sonradan paylaşacağım. Bir dənə qəşəng top yerinə qoyacağam bunu. Bir dənə də burada yaxşıdır. Hə. Hal-hazırda baxın. Ekranı bəyənin qızlar, ekranı bəyənin. Ağdamlıların ən çox. Hə, töp şişəcək orada yumurta. Hə, bax. Bu boyanalı aşın demək olar ki son pik nöqtəsi. Bunu eləməsən düzdür. Mən ətsiz olanda çox eləyirəm. Hə, o günü pişirirdilər, canlıda hardasa. Dedim bu yumurtu niyə altına vurmadı, üstünə vurdu axı. Yumurta qazmağından aşı olur axı. Biraz da duz səpirsən çox qəşəng olur. Məsələn, altında quzu əti, qoyun əti, üstündə də yumurta olur. Ağdamlıların ən çox Ağdam, Qarabağ zonasının pişirdiyi bunu da belə qoysam bax, boyanalı aş. Qoy mən bunu çəkim. 2 dəqiqə bunu da deyim. Demək qızlar, altına qoyun əti, quzu əti, ürəyiniz istəyəni yığırsınız, aşı dəmləyirsiniz pişənə yaxın. Boyananı doğrayıb atırsınız, sonra qalanın üzərinə səpirsiniz, üstünə yumurta vurursunuz. Bu hal-hazırda mən altına kət çolpası düzmüşəm və bu Ağdamlıların ən sevdiyi, qonağına pişirdiyi boyanalı aşdır. Bax belə. Vəssalam, getdik.